Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizinle birlikte Deniz Molu gezəcəyik ve istedim orada olan abu-havanı size de ötürüm. Ve biz səhər durduq, hazırlaşdıq, qəşəng bir şekilde əynimizi geyinib metro ile birlikte gedirik Deniz Mola. Deniz Mola getmək üçün biz İçəri şəhər metro stansiyasından istifadə etdik ki, İçəri şəhəri də gəzək. İçəri şəhər o qədər sevirəm, qızlar, çox gözəldir. Bakının en çok sevdiğim fotojenik yerlerinden biri de elə bu fəvvarələrin olduğu yerdir. Burada hem bəy-gəlin şəkillər çəkilir, hem de adi insanlar. Çok sevirəm. Ali, bugün Mədinə xanım bizə qonaqlıq verir. Bizə dedi ki, geyinin, keçinin, hazırlaşın, gedək Deniz Mola sizə qonaqlıq verməyə. Bu qızın kombini sizə göstərə bilmirəm, amma çox gözəl bir kombin eləyibdir. Üzünü göstərmədən göstərə bilərəm, gözləyin. Çox gözəl. Qolundakı detaya baxaq. Allah, perfect. Çok güzel. Bunlara indi aydınlıq vaxtında baxın. Bir də sizə gecə həyatını çəkəcəm buranın. Çox gözəl olur həqiqətən. Işıqlar falan başqa aləm. Arada yeni aldığım pasanoçkalarımı geyindim. Çox rahat değil qızda. Mütləq alın həqiqətən. Ne bilməm qalıb bundan yoxsa yox, amma dəhşət rahat bir şeydir. Burada Deniz Mola gedən keçidin içidir. Yəni keçidin səliqəliyi deyib susuram. Çox gözəldir. Hə Ömər? Ömər təsdiqləməmanı denən hə. Ömər? Ay Ömər denən hə. Hə. Siz artık Deniz Mol'un bu hissəsini benim shorts videolarımdan görmüş olmalısınız. Sizce de güzel değiller mi? Ben Bakıya geldikdə bunların heç biri yox idi. İndi isə bu il gəldiyimdə gördüm ki, bunları yeni qurublar. Və məncə insanların və uşaqların şəkil çəkdirməsi üçün çox maraqlı bir ideyadır. Kim ideyanı işlədibsə halal olsun həmin insana. Dayı, buna bayıldım. Pigmente bakın kızlar. Çok güzeldi. Ve bu arada sadece 12 hazine. Ben de çok güzeldi pigmente. Bir dakika. Bunların kıymeti 12 hazinedir. Bunun kıymeti 35 hazinedir. Yok. Çok pahalı. Bence çok pahalı. Ama çok güzel parıldıyorlar. Çok güzel. Bu da Kiko'nun yeni seryasıdır. Çok maraklı rengi var. Ay kızlar, bunun renginin güzelliği çok güzel. Bayıldım. Glosslarının rengi muhteşem. Benim favorim bu oldu. Bakın. Çok qəşəngdilər. Əgər istəsəniz sizə Kiko'nun glosslarını ən münasib qiymətə hardan ala bilərsiniz, onun səhifəsini verə bilərəm. Çünki mən özüm sifariş verəcəm. LCY2'də indi endirimdədirlər. Bu çanta çox gözəl çantadır qızlar. Baxın. Tam fərqli. Bakın. Görünü güzeldir. Gəlinin qiyməti də baxaq. 49 azim. Yəni kalitesi superdir. Keyfiyyəti superdir. Mən bəyəndim. Mədinə. Qaruşqalı.
Bu arada Mədiş ad günü keçirdəcək avqustda və qaroşqalı bir dekoru var. Görək necə olacaq yaşı. Hamısını çəkib paylaşacağım. Görək buralarda nələr var. Bu da uşaq əddilləridir. Mənim bir oğlum olduğu üçün gəlim görüm ona nə tapıram. Amma ondan öncə çox şirin uşaq əddilində bir papaq var. Onu özüm də alıb taxa bilərəm. Allah'ım şükürüm. 15 manatdır bu da. Bu il həsir çantalar dəbdədir. Hər il olduğu kimi bu il də dəbdədir və hər yerdə belə çantalar görürəm. Qiymətlər də heç münasib deyil əslində. 30 manat bu da. Bu 20 azendir. Burada da var. Şilyapalar. Neçədir? Bu 30 manat qızlar. Mən sizə bir məsləhət vereyim. Bunun eynisi Temu'da var yəni. Yəni toşun eynisi Temu'da var. Gedin Temu'dan 16 manat orada. Əvvəllər buz suyun içərisində dediklərinə görə balıqlar olurmuş. Mən heç vaxt görməmişəm, nə yalan deyim. Bəlkə olub həqiqətən, dəqiq bilmirəm. Buradan da liftlə çıxırıq KFC yeməyə. Mən doymaram şəxsən yəni buna. Buna görə də kombo. Aha. Bunun nə fərqi var? Məncə birinin burgeri çizdi, birinki şefdir. Cheese şef. Yaxşı. Hardadır? Qalsam özüm, sən bir yerdə dur. Həmin dəqiqə o qədər acıydıq ki, sosları almaq unutmuşduq. Təzə mən getdim, 2-3 dənə sos aldım. Ən sevdiyim sos pendirli sosdur. Və bu menü sadəcə 4.90'dır qızlar. KFC'nin ən sevdiyim menularından biridir. Həm münasib, həm də çox ləzzətli. Yo, video çəkmir. Bəyəxlam ağzına al, sonra ləzzət tutub yeyərəm. Biz terasa çıxdıq və dənizin görüntüsünü bir də belə görmək istədik. Çox gözəldir. Sizcə də elə deyilmi? Məncə dəniz insana huzur verir. Həqiqətən çox gözəldir. İndi gedirik Bravo'ya. Mama bizə yemək ısmarladı. Mən də dedim, marojnalarını alım, düşək, bulvarı gəzək. Gedək görək hansı dondurmalardan istəyirlər. Chips çeşidlərinin olduğu, hətta bir dənəsini oğluma götürəcəm. Bu Cheetos'u çox sevir. Cheetos'u götürək. Ağlayanda, ehtiyac yoxdur, elə bir də onu versək bəsdir. Ağlayanda falan vermək üçün. Bu arada Cheetos'un təzə növləri var. Bunları yeməmişəm heç, qıvırcıq olanı. Çox çeşid var. Chipsi çeşidi çoxdur burada. Hər növ chipslər falan. İnşallah bir gün alıb shorts üçün sizə görə sınayacağım. Hə, sözüm yarımçıq qalmışdı. Onu deyim ki, kanalım böyüyəndə inşallah həm kanalım üçün mikrofon alacağım, həm də ki çox gözəl yeniliklər edəcəm kanalımda. Burada dondurmalar var, görürsünüz. Çox şey dondurmalardır. Qoslar çox gözəldir ümumiyyətcə. Gedək görək başqa nə dondurmalar var. Çoxsu plambir istəyir, ona görə plambir götürəcəyik. Burada da var. Bu arada baxın, burada Milan'ın dondurmaları da var. Milan dondurmaları super olur. Yəni mən çox sevirəm Milan dondurmalarını. Burada sınamadığım dondurma var. Bunu shorts üçün sizə ala bilərəm. Shorts videosunda yoxlamaq üçün. Amma yenə də baxacağım, görüm burada başqa nələr var. Bu hamının təriflədiyi dondurmanı alıb sizin üçün shortsda paylaşacağım. Amma indi evə gedənə kimi əriyəcək. Əriməməsi üçün çalışacağım. Buralarda çəkim. Yəni çalışıb burada çəkəcəm. Çəkə bilməsəm də ki, evdə çəkərəm. Amma evə gedənətən əriyəcək. Mənə görə ən dadlı dondurma budur. Bunun qara giləsi olanı da var, amma bu çox dadlıdır. Mən çox bəyənirəm. Baxın, burada çox fərqli jelibonlar var. Nə gözəldilər. Çox qeyri-adi jelibonlar. Şəxsən mən bunu heç yeməmişəm. Baxın, heç yeməmişəm. Yəni, bunlardan alıb sınaya bilərik.
Mənzərəmizə qarşı dondurma yeyirik. Birazdan bulvara düşəcək. Ömər, nənəyə də ver. Niyə? Bəs mənə? Mada cipsi bir. Mənə də. O nədir? Nədir o? Cheetos. Cheetos. Nədir o? Cheetos. Cheetos. Ha. Maması kimi Cheetos'u da sevir. Durmalarımızı da yedik. İndi gedirik. Bu Dəniz Molun qarşısındakı o videonun başında göstərdiyi figurların yanında şəkil çəkdirməyə. Bayaq çox günlüydü deyə çəkdirə bilmədik. İndi gedib orada şəkil çəkdirəcəyik. Sonra da bulvarı gəzəcəyik. Havası o qədər gözəldir. Yəni çox qəşəngdir. Bakının əsl vaxtında gəlmişik deyə bilərəm. Və bu da Dəniz Molun gecə görüntüsüdür. Çok güzel. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanalıma abunə deyilsinizsə mütləq abunə olun. Gələcəkdə çox gözəl vloqlar gələcək. Çox maraqlı vloqlar gələcək. Hər birinizi öpdüm. Görüşənə dək.